Lakin kişiler arasında final görüşünün iştirakçıları tatamiye dəvət olunurlar. Sokrat Süleymanovu ekranlarınızda görürsünüz. Azərbaycan komandası və Əbdüllatif Məhəmmədov Rusiya. Azərbaycan idmançısı qara, Rusiya karateçisi isə açıq qəhvəyi kəmər bağlayır. Təbii ki, kəmərə əsasən belə söyləmək ki, Sokrat Süleymanovun yarış təcrübəsi daha çoxdur və onun fəndləri daha effektli olur və daha bir qüvvətli zərbəni müşahidə elədik. Sokrat Süleymanov yarışı qələbi ilə başa vurur. Beləliklə, Azərbaycan karateçisi Sokrat Süleymanov dünyanın mütləq şampiyonu adına layiq görülür. İdmançılar tatamini tərk edirlər və Sokrat Süleymanov yarışın qalibidir. Əbdüllatif Məhəmmədov isə yarışı gümüş medalla başa vurdu. Azərbaycan komandasının daha bir üzvü Murad Tahirov turniri bürünc medalla başa vurdu. Münsiflər heyətinin üzvləri də karateçiləri təbrik edirlər. Siz bu fragmentlərin də təkrarını görürsünüz. Bax, bu zərbə çox tutarlı, sarsıdıcı alındı və Əbdüllatif Məhəmmədov da bildirdi ki, mübarizəni davam etdirmək niyyətində deyil.